Bugün 19 Avqust 2026-cı il. Ağsaqqal hədiyyətimizi çəkir. Gedirik Şuşuya. Əsi olma, Allah rəhmət eləsin, Allah qəbul eləsin. Sağ ol. Bugünlər gedirik Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhadətə yüksələn xüsusi təyinatların qəhrəman giziri Dilsuz Qarayevin ailə üzvləri ilə birlikdə gedirik Şuşuya. Şuşada qurban deyib Dilsuz Qarayevin anasının qurbanını kəsməyə. Allah qəbul eləsin. Allah qəbul eləsin. Pərviz Allah qəbul eləsin. Allah canını sağ eləsin. Sən də həmişə bizim yanımızda, o cümlədən şəhid ailələrinin yanındasan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Sağ ol. Dilsun dayıları, xalaları, qəhrəman anamız, Cavan ana Allah qəbul eləsin. Allah köməyin olsun, Allah dadını yesin. Bütün şəhidlərimizə rəhmət eləsin. Sizin öz arzusuydu. Sağ ol. Deməli, Dilsun arzusu olub burada qurban kəsmək, Şuşa alınsın və o arzunu anası yerinə yetirir. Şuşanın alınmağına görə Dilsuzun arzusu var idi burada qurban kəsməyə və o qurbanı aparır orada kəsməyə inşallah. Allah qəbul eləsin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin inşallah. Hələ artıq yuxarı Gövhər məscidindəyik. Gəlmişik. Dilsuz Qarayevin anası və doğmalar əzizlər gəlmişik burada qurban kəsməyə. Bizi gətirən Ağsaqqal. Allah qəbul eləsin. Samıramı çox sağ ol. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Bugünkü gündə Dilsuz Qarayev özü ət edib ki, burada Şuşa alınsın qurban kəsməyə. Bəli, indi Anası anası gəlib, bəli. dayısı gəlib, Bütün ailə əmisi üzvləri gəlib, ailə üzvləri gəlib, anası gəlib. Sağ ol. Sağ olun. Sağ ol. Sağ ol. Sən də zəhməti çoxdur bu millətdə. Sağ ol Ağsaqqal. Allah dəyməsin. Gedək. Həqqi mənədir. Öpürəm səni. Hə. Cavanan Allah qəbul eləsin. Gəlin. Məscidi ziyarət edək. Məscidi ziyarət edək, sonra gedəcəyik. Allah cümleten şəhidlərimizə rəhmət eləsin. Salam. Aleyküm. Hoş Allah'tan şəhidlərimizə rəhmət diləyirəm. Allah ruhların şad eləsin. Bu gün də həqiqətən əgər biz Azərbaycan vətəndaşı olaraq öz doğma torpaqlarımızdayıqsa, onların sayəsindədir. Onların da ruhu şaddır. Çünki o qan ki bu torpaq üzərinə tökülüb, bugün Azərbaycan vətəndaşı öz torpağında, öz şəhərində, öz elində, obasındadırsa, keçmiş məzmuri köşkünlər, bütün millətimizin iftixarıdır bunlar, şəhidlərimiz və bizim qan yaddaşımızdır. Heç zaman qəlbimizdən, əqlimizdən, fikrimizdən çıxmayan bir qəhrəmanlıqdır ki, Allah o qəhrəmanlığı ordumuza, rəşadətli, qeyrətli ordumuza nəsib elədi. Uca Allah'tan devlet istiqlaliyyətimizin, milli hürriyyətimizin əbəd müddət olmasını diləyirəm. Uca Allah'tan vətən şəhidlərimizə rəhmət diləyirəm. Uca Allah'tan arzumuz, istəyimiz budur ki, bir daha bizi vətən niməti ilə imtihan eləməsin. Bizi bir vətəndaş olaraq, Azərbaycan insanı olaraq bu torpağa, bu vətənə layiqli vətəndaşlardan eləsin və bizdən sonra gələcək bütün nəsillərimiz bu qəhrəmanlıqlarla yaşasınlar, böyüsünlər və onlar hər daim bizim iftixarımızdır, fəxrimizdir ki, Allah onların məqamını şəhidlik zirvəsi ilə ölümün də bir gözəlliyi var, ölümün də bir böyük bir məqamı var ki,
en büyük məqama Allah katında layıqdilər, şəhiddirlər. Allah bütün vətən şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme gafir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahyai minhum vel amvat. Seyyama merhumin el mahhurin el mu'nurin el merviyin. Cümle vətən şəhidlərimizin ruhu şad. Məxsus olarak qəhrəmanımızın ruhu şad. El-Fatiha. Allahümme. Allah kabul eylesin, ruhları şad olsun, mekanları cennet olsun. Allah bütün şehitlerimize rahmet eylesin, o cümleden de bugünkü gün münasebetiyle, gelişinizle, əhdinizi de Allah dərgahında qəbul eylesin. Ağa, məlumatınız olsun, şəhidimiz sağlığında arzu eləyib ki, Şuşa alınanda burada qurban kəsəcək və ana bu günləri o şəhidin qurbanını gətirib, arzusunu yerinə gətirir. Bəli, yəni niyyətimizi Allah dedim. cümle niyeti olan, arzusu olanların niyetlerin qəbul eylesin, şəhidimizin de Allah ruhum şad eylesin. Amin inşallah. Niyeti məqbul, anasının da o kəsdiyi onun adından qurbanı Allah dərgahında qəbul eylesin. Amin inşallah. Cəvahar ana, Allah qəbul eləsin. Çox sağ olun. Allah köməyiniz olsun. Dilsuzun anası qurban şəhidlərin hamısına. Dilsuzun özünün arzusuydu. Deyirdi ki, vətənimiz alınsın, aparıb Şuşada avtobus tutacağım deyirdi. 3 yerdə qoyacağım kətdə. Biri kəndin ortasında, biri ayağında bir başında, öz xərcində kəsici, özüm aparacağım dedi. Qurbanını da kəsəcəm. Allah hərbiçilərimizin köməyi olsun, əskərlərimizin köməyi olsun, prezidentimiz çox sağ olsun. Allah vətəni qoruyan oğlanlarımız sağ olsun. Allah bir də bizim elə obaya müharibə göstərməsin. Amin inşallah. Allah qəbul eləsin. Çox sağ olun, hörmətiniz vətən olsun. Gələnlər sağ olsun. Sağ ol. Hə, Allah qəbul eləsin. Hadi koy uşaqlar hərəsi. Koy maşını verim ayla, bunu götürün. Bunu çırpana koyma. Salam aleyküm. Allah qəbul eləsin, Allah gözəlləri başımıza. Ana şəhid oğludur. Qazilərdir. Allah kəmən. Gəl. Gəl ana, gəl. Bizim bu qurbanlıq bu qoçu kəsən qardaşımız da Seyid övladıdır, Mirağa. Hə, Axundun qardaşıdır. Allah kömək olsun. Gəl, gəl Cəvahar ana, gəl. Hə, Allah qəbul eləsin. Bismillah duasını deyilən qardaş. Bismillah ve billah, Allahu Ekber.